Şamaxı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi 2025-ci ildə dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və fiziki şəxslərin suvarma suyuna olan tələbatını təmin etmək üçün lazım olan bütün işləri görüb. İdarə üzrə suvarmada 4 mənbədən Ağsu çay, Pirsat çay, Şirvan suvarma kanalı, Zoğalava çay su anbarı və 18 ədəd subartezyan quyudan istifadə olunur. Suvarma suyunun itkisiz, səmərəli və qənaətlə istifadə edilməsi üçün idarənin balansında olan kanallarda mexanizmlərlə lildən təmizlənmə işləri görülür. Ötən il ərzində ümumilikdə 40,4 kilometr məsafədə torpaq məcralı kanallarda 46 min kubmetr həcmində lildən təmizlənmə işləri aparılır. Cari il üçün 100 min kubmetr həcmində lildən təmizlənmə işlərinin görülməsi nəzərdə tutulub. Bundan başqa idarə tərəfindən rayon ərazisində sel və daşqınlara qarşı da mübarizə tədbirləri davam edir. İdarə 5000 hektardan artıq suvarılan əraziyə xidmət edir. Suvarma suyunun itkisiz, səmərəli və qənaətlə istifadə edilməsi üçün idarənin balansında olan kanallarda mexanizmlərlə lildən təmizləmə işləri görülür. Həmçinin ötən il Divar kanalının son 700 metr hissəsində və gördüyünüz Mərzəndiyə kanalının 1070 metr hissəsində betonlama işləri aparılmışdır. Belə ki, sel və daşqınların qarşısını almaq üçün Pirsat və Ağsu çaylarının məcrası mexanizmlərlə tənzimlənir. Ötən il ərzində çay məcrasında 1045 metr məsafədə 32 min kubmetr həcmində tənzimləmə işləri aparılmışdır. Cari ildə isə 110 min kubmetr həcmində çay məcrasının tənzimləməsi işlərinin aparılması nəzərdə tutulmuşdur. Şamaxı rayonunda əhali fasiləsiz və dayanıqlı içməli su ilə təmin olunur. Bu istiqamətdə də müvafiq işlər həyata keçirilir. Şamaxı rayonu ərazisində içməli su təchizatı sahəsində 29 ədəd anbar, 9 ədəd nasos stansiyası, 14 ədəd subartezyan quyu, 1 ədəd çirkab ötürücü qurğu və 1 ədəd çirkab su təmizləyici qurğu fəaliyyət göstərir. Su anbarlarının ümumi su tutumu 18.890 kubmetr təşkil edir. Rayon üzrə su şəbəkəsinin ümumi uzunluğu 367 kilometr. Kanalizasiya şəbəkəsinin isə uzunluğu 157 kilometrdir. Hazırda Şamaxı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən 13 yaşayış məntəqəsinə xidmət göstərilir. Ümumilikdə rayon ərazisində əhali kateqoriyası üzrə 10.131 nəfər abonent, qeyri-əhali kateqoriyası üzrə isə 156 nəfər abonent mövcuddur. İdarə tərəfindən ötən il ərzində Çuxuryurt kəndində yerləşən bir nömrəli su anbarına 75 kilovatlıq nasos aqreqatı quraşdırılaraq istismara verilib. Şamaxı şəhər ərazisində yerləşən 3000 kubmetrlik 5 nömrəli su anbarı 280 millimetrlik polietilen boru vasitəsilə şəbəkəyə qoşulub. Bundan başqa rayonun Mərzəndiyə kəndinə 110 millimetrlik polietilen boru vasitəsilə 4 kilometrlik su xətti çəkilişinə başlanılıb. 3,2 kilometrlik su xətti çəkilib və hazırda işlər davam etdirilir. Onu da qeyd edim ki, Şamaxı Su Meliorasiya Sistemləri İstismar İdarəsi rayon ərazisində əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, rayonun 13 yaşayış məntəqəsində əhalinin dayanıqlı olaraq içməli suya tələbatını ödəyir. Belə ki, əhali kateqoriyası üzrə 10 mindən çox, qeyri-əhali kateqoriyası üzrə 100-dən çox abonentin içməli suya olan tələbatını rayon ərazisində yerləşən 29 ədəd anbar, 10 ədəd nasos stansiya, 14 ədəd subartezyan quyu vasitəsilə ödəyir. Hal-hazırda rayonun Mərzəndiyə kəndində yaşayan 200-dən çox ailəni içməli suya olan tələbatını ödəmək məqsədi ilə 5 kilometr məsafədə yerləşən Nəsimi nasos stansiyasından yaşayış məntəqəsinə su xəttinin çəkilişi tərəfimizdən davam etdirilir. Qeyd edək ki, Şamaxı Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi tərəfindən 2025-ci il ərzində suyun debitinin artırılması məqsədi ilə Çağan su mənbəyində yerləşən kəşfiyyat quyusunun işə salınması, Çağan və Pirsat mənbələrində bənd bərkitmə işləri görülməklə debitin artırılması, mart ayı ərzində su anbarlarının yuyulması işləri yerinə yetirilərək, daha da yaxşılaşdırılması məqsədi ilə plan hazırlanaraq xidmətə verilməsi üçün işlər görülür.